Fermerin rifahı aqrar sahənin inkişafıdır. Bizim əsas şüarımız budur. Real TV-də fermerin real dostuna baxırsınız. Bu layihəmiz Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin dəstəyi ilə təqdim olunur. Bəli, verilişimiz davam edir. Fermerin real dostuna baxan tamaşaçıları və zəhmətkeş fermerləri salamlayıram bir daha. Yaxın əyləşin çox maraqlı mövzudan danışacağıq. Ağ qızıldan, pambıqdan söhbət açacağıq. Bu dəfəki mövzumuz da, qonağımız da çox maraqlıdır. Ümumiyyətlə, pambıq mövsümündə hansı belə deyək də nəticələr oldu, proses necə başladı, hal-hazırda yekuna doğru gedirik, nələr var, nələr yox. Bax, bununla bağlı Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin Təşkili və Monitorinqi şöbəsinin müdürü Seymur Səfərli danışacaq. Seymur müəllim, mən sizi salamlayıram. Fermerlərin görüşünə xoş gəlmişsiniz. Təşəkkür edirəm, çox sağ olun dəvətinizə görə. Seymur müəllim, gəlin başlayaq ondan ki, bu 2025-ci il pambıq mövsümü ümumiyyətlə necə keçdi, nədən başladı, necə davam elədi, necə başa çatmaq üzrədir və Kənd Təsərrüfatı Nazirliyi bu sahədə hansı irəliləyişlərə nail oldu? Bildiyimiz kimi cari ildə təxminən ölkə üzrə 115 min hektarda pambıq əkinləri həyata keçirilmişdir. Bu təxminən 14 min fermeri əhatə edir. 16 rayon üzrə 115 min hektarda pambıq əkinləri tamamlanmış və hal-hazırda sahələrdə məhsul yığımı davam edir. Cari ildə Kənd Təsərrüfatı Nazirliyi olaraq atdığımız addımlar içərisində ilk növbədə səpin müddətinin optimallaşdırılması, yəni şirkətlərlə aparılan danışıqlar zamanı səpin müddətinin optimallaşdırılması, optimal müddətdə səpinin başa çatdırılması. O cümlədən aqrotexniki qulluq işlərinin dərmanlama, gübrələmə, suvarma proseslərinin vaxtında və keyfiyyətlə aparılması istiqamətində apardığımız fermerlərlə və şirkətlərlə apardığımız işlərin nəticəsi olaraq bu gün sahələrdən bol məhsul əldə olunmaqdadır. Çox yaxşı. Bu bizi sevindirir və inanırıq ki, yeni rekordlara imza atacağıq, belə demək olar, yoxsa necə? Bəli, tamamilə deyə bilərik ki, müstəqillik dövrümüzdə ilk dəfə olaraq Respublika üzrə ən yüksək nəticəni əldə etmişik. Belə ki, 115 min hektardan bu günə qədər 354 min ton məhsul yığılıb, orta məhsuldarlığımız 35,2 sentnerdir. Bu da müstəqillik dövrümüzdə ən yüksək nəticələrdən biridir. Rekorddan danışmışkən, çox da uzağa getmədən və istəyərdim ki, buna təsir edən amillərdən danışaq. Səbəblər nədir? Əvvəlki illərdən bu ilki müqayisə eləyəndə pambıq belə deyək də yığımında, prosesdə, ümumiyyətlə pambıq əkində nələri dəyişmişik və Kənd Təsərrüfatı Nazirliyi bu istiqamətdə hansı işləri görür ki, bəs nəticə ürək açandır? Dediyim kimi ilk növbədə keçən ilin sonlarında apardığımız analizlər nəticəsində müəyyənləşdirilmişdir ki, buna bir çox amillər təsir edir. Dediyim kimi, bir səpinin optimal müddətdə aparılması məsələsi, texnikanın düzgün dislokasiya olunması, dərmanlama, gübrələmə proseslərinin optimal və vaxtında aparılması, eyni zamanda xəstəlik zərərvericilərə qarşı monitorinq işlərinin düzgün təşkil aparılması istiqamətində apardığımız müzakirələr, apardığımız planlama işlərinin nəticəsi olaraq bu gün bu məhsuldarlığı əldə etməyə nail olmuşuq. Dediyim kimi, optimal müddətdə səpin aparılıb, dərmanlama və xəstəlik zərərvericilər həm fermerlərimiz tərəfindən, həm də şirkətlər tərəfindən vaxtında və düzgün müəyyənləşdirilərək vaxtında qarşısı alınıb və bunun nəticəsi olaraq eyni zamanda da iqlim şəraitini də qeyd etməyi burada özümə borc bilirəm ki, hal-hazırda cari dövrdə yağıntıların müəyyən bir qədər gecikməsi, düzdür, kənd təsərrüfatının digər sahələrinə təsir etsə də, amma pambıqçılıq üçün optimal bir əlverişli bir dövr kimi keçməkdədir və hal-hazırda da yığım prosesi davam edir. Necə deyirlər, təbiət özü də imkan verdi ki, pambıqçılar o sahədən pambığı vaxtında yığsınlar. Bəli, bildiyimiz kimi bəzi rayonlarda artıq, məsələn, əgər qeyd etsək ki, Beyləqan rayonu hal-hazırda 41,1 sentnerlə liderlik edir, ortalama, bəli. Digər rayonlarda, məsələn, isə hardasa 35, 36, 37, 39 sentnerə qədər belə məhsuldarlığımız alan fermerlər, hətta daha yüksək alan fermerlərimiz də mövcuddur ki, yəni ortalama göstəricilər bu gün Respublika üzrə 35,2 sentnerdir. Çox gözəl. Şirkətlərin adını çəkdiniz, Seymur müəllim. İstəyərdim ki, ona toxunaq. Ümumiyyətlə, son illərdə fermerlər, belə deyək də, fərdi əkə bilərlər, amma şirkətlərlə müqavilə əsasında bu pambıq istehsalı prosesi gedir. Yəni, bu əslində müsbət bir addımdır, müsbət bir tendensiyadır ki, artıq var. Yəni, bilənlər bilir, bilməyənlər üçün deyim ki, pambıq əkmək istəyən fermer məşhur, yəni böyük daha doğrusu şirkətlərlə müqavilə bağlayır və o müqavilə əsasında şirkətlər
həmin o fermerlərə necə deyirlər, birinci mərhələdən sonuncu mərhələyə qədər Dəstək. yardım edirlər, dəstək olurlar. Bax, bu hansı formada həyata keçirilir? Müqavilə şərtləri nədir? Fermerlər razıdırmı şirkətlərdən və ya əksinə şirkətlər fermerlərdən, pambıq əkənlərdən? Bu günə qədər apardığımız analizlər nəticəsində düzdür, fərdi əkin aparan fermerlərimiz də var, yəni çox azdır. Təxminən apardığımız analizlər nəticəsində 550 hektar fərdi əkin aparan fermerlər tərəfimizdən müəyyənləşdirilmişdi, amma böyük əksəriyyəti pambıq şirkətləri ilə kontrakt farming, yəni müqaviləli əkinçiliklə məşğul olurlar. Burada sahənin hazırlanmasından tutmuş, toxum səpini, gübrələrlə və dərmanlarla təminat, o cümlədən aqronomik dəstək və məhsulun yığılması və təhvil alınması, bütün bu proseslərdə şirkət birbaşa fermerlərlə əlaqəli müqavilə şərtləri əsasında işləyirlər və bu günə qədər demək olar ki, kontrakt farming sahəsində pambıqçılıq ən irəlidə gedən və ən göstərilə bilən bir sahə olub və bunun real nəticəsi olaraq hal-hazırda digər bitkilər, məsələn şəkər çuğunduru, o cümlədən tütün və tədricən digər bitkiləri də biz texniki bitkilər, digər bitkiləri də biz kontrakt farminqə çevirmək istəyirik. Çünki bildiyimiz kimi ölkədə əkin sahələrinin, fermerlərin əldə etdiyi sahələr çox kiçik sahələrdir və bu kiçik sahələrdə dəstək olmadan, texnika dəstəyi, gübrələmə, dərmanlama və digər dəstək olmadan, yəni əkinçiliklə məşğul olmaq bir qədər çətin olur. Yəni 1 hektar üçün fermerin bir texnika saxlaması və ya hər hansı bir kombayn alması real görsənmir. Ona görə də kontrakt farming kiçik fermerlər üçün yəni real bir şəraitdir ki, öz sahələrində əkinçiliklə məşğul olsunlar və gəlirlər əldə etsinlər. Seymur müəllim, bəs fermerə sərf eləyirmi bu? Mənə o maraqlıdır. Yəni fermerin dostu olaraq. Yəni misal üçün mən bir fermerəm, Yevlax rayonunda, nə bilim olsun Beyləqan rayonunda bir deyək ki, bir 50 hektar ərazidə pambıq əkirəm və düşünürəm ki, ölçürəm, biçirəm, baxıram ki, bunu şirkətlə, hər hansı bir N adlı şirkətlə etsəm daha yaxşı olar. Bəli. Şərtlər necədir? Müqavilədə nə yazılır? Yəni mən sonda nə qədər qazanıram? Yəni loru dildə desək. Bildiyimiz kimi 1 hektardan əldə edilən fermerin gəlirləri əsasən bu əldə etdiyi məhsula görə müəyyənləşdirilir. Yəni fermer nə qədər çox məhsul əldə edəcəksə daha çox gəlir əldə etmək mümkündür. Və eyni zamanda dövlət tərəfindən də subsidiya. Bu gün pambığın alış qiyməti birinci növ üçün 800 manat təyin olunmuşdur şirkətlər tərəfindən və dövlət tərəfindən hal-hazırda fermerlərə tədarük məntəqələrinə təhvil verdiyi hər bir məhsulun tonuna görə 195 manat subsidiya verilir. Növbəti ildə bu göstərici bir qədər də artırılmışdır. Burada suvarma sistemləri məsələsi də var, səhv eləmirəmsə, hə? Bəli. Yəni müasir suvarma sistemlərindən istifadə eləsə də 210 manatdır. Bəli, hal-hazırda demək 205 manat müasir suvarma sistemləridir. Bu növbəti ildə 210 manata qaldırılacaq. Hal-hazırda müasir suvarma sistemləri tətbiq edilməyən fermerlərimiz isə 195 manat, növbəti ildə isə bunun 200 manata qədər qaldırılması nəzərdə tutulur. Yaxşı bir mövzuya toxundu suvarma sistemləri. Bildiyimiz kimi suvarma nə qədər suya qənaət etsək, digər ərazilərimizi, daha geniş ərazilərimizi suvara bilərik və vahid sahədən daha yüksək məhsul əldə edə bilərik. Yəni selləmə, o dədə-baba selləməni yaddan çıxartmaq lazımdır. Məşhur görüş filmindəki kimi. Tamamilə razıyam. Düzdür, həmən filmdən uzun müddət keçsə də, yəni bizim fermerlərin suvarmasında da çox cüzi bir dəyişiklik olur. Yəni bu gün ölkənin istehsal olunan pambığın 94-95% selləmə suvarma ilə suvarılır. Yəni cəmi 5.6% pivot suvarma sistemi ilə suvarılır. Əksinə isə müasir suvarma sistemlərinin tətbiqi vahid sahədən daha yüksək nəticə əldə etmə imkanı ola bilir. Yəni bu sahədə də kifayət qədər dövlətin dəstəyi var. Bildiyimiz kimi suvarma sistemlərinə görə 40% dövlət tərəfindən qarşılanır. Təxminən 40% güzəştlə kreditlər verilir ki, bunun da faiz hissəsi dövlət tərəfindən qarşılanır. Yəni bu kifayət qədər güzəştlər var və son dövrlərdə də əgər 2-3-5 il bundan dövrü müqayisə etsək, müasir suvarma sistemlərinin altında olan ərazilər 60 min hektar təşkil edirsə, hal-hazırda bu 133 min hektara qədər artıb. Yəni burada da bir artım tendensiyası mövcuddur ki, fermerlərimiz tədricən selləmə suvarmadan müasir suvarmaya keçirlər. Burada dövlət dəstəklərinin də rolu mövcuddur, çünki müasir suvarma sistemlərindən istifadə etdikdə daha çox subsidiya əldə edə bilirlər. Mən də işlərimizdən xahiş edirəm, biraz əvvəl dron kadrları, görüntüləri var idi. O görüntülər mənim diqqətimi çəkdi. Pivot, dairəvi pivot altında olan pambıq sahələri. Mən bölgələrdə tez-tez oluram və rayonlarda ümumiyyətlə bu təsərrüfat həyatını görəndə, məhz bu cür tətbiq olunan o müasirliyi görəndə adamın ürəyi açılır sözün əsl mənasında. Bax, bu kadrları nəzərdə tuturam.
pambıq sahəsidir, düzdürmü? Tamamilə doğrudur. Semran, bu hansı ərazidir maraqlı? Demək olar ki, bir çox rayonlarımızda təxminən adətən iri şirkətlərdə bildiyimiz kimi tədarükçü şirkətlər eyni zamanda pambıq əkinlərindən də məşğul olurlar. Bu Prime Cotton, Azər Pambıq və digər şirkətlər əkin sahələrində müasir pivot suvarma sistemləri altında əkinçilik həyata keçirirlər. Dediyim kimi bu ərazi 100 min hektarın cəmi 5.6%-ni təşkil edir. Yəni çox az bir hissədir. Amma buna baxmayaraq cari ildə təxminən 453 hektarın pivot altında pambıq sahələrinin cəlb olunmasını biz müşahidə elədik. Yəni bu da yaxşı bir tendensiyadır. Çox yaxşıdır. Ümumiyyətlə müasir dövr tələb eləyir ki, bax hər şey müasir, kombayn müasirdir, avadanlıqlar müasirdir, suvarma sistemi müasirdir və bütün bu müasirlik və kənd təsərrüfatına innovasiyanın, yeniliklərin tətbiq olunması yalnız və yalnız fermerin, sahibkarın, kəndlinin işinə xeyirdir. Kənd Təsərrüfatı Nazirliyi də əslində bunu təşviq eləyir. Tamamilə doğrudur. Əsas Kənd Təsərrüfatı Nazirliyi olaraq həmişə deyirik və həmişə də qeyd edirik, fermerlərimizin yanındayıq. Həm istər aqronomik dəstək olsun, istər subsidiya məsələləri və digərləri bu sahənin araşdırılması, analiz olunması, yeni subsidiya mexanizmlərinin hazırlanması ki, fermerlərimiz vahid sahədən daha çox gəlir əldə edə bilsin və bu istiqamətdə artıq kifayət qədər böyük addımlar atılıb və atılmaqdadır və səmin edirəm ki, hər ilin sonunda bir əvvəlki il analiz olunur. Orada müəyyən olmuş problemlər müəyyənləşdirilir və növbəti ildə bu problemlərin bir daha təkrarlanmaması üçün kifayət qədər böyük addımlar atılır və bu addımlar həm fermerlərlə, həm də iri şirkətlərlə qarşılıqlı şəkildə müzakirə olunur və müzakirələrin nəticəsində daha optimal bir variantın əldə olunmasına nail olunur. Yeri gəlmişkən, hər şey yaxşıdır desək biraz doğru olmaz. Yəqin ki, hər hansı bir çətinliklər, xırda da olsa çətinliklərin yanında bir ehtiyaclar var da. Düzdür, fermerlərlə bölgələrdə tez-tez sıx-sıx görüşürsünüz ki, buna əminəm Seymur müəllim. Maraqlıdır, onların qayğıları nədən ibarətdir? Xüsusən də pambıq istehsal edən və pambıqla məşğul olan fermerlərin. Cari ildə ən çox bizə müraciət olunanlar bu kombayn təminatı ilə bağlı olan bir məsələlərdir. Bildiyimiz kimi bu il bu iş kifayət qədər yaxşı təşkil olunmuşdu. Kombaynların, pambıq yığımına cəlb olunan kombaynların sayı, dislokasiyası, yəni optimal şəkildə təmin olunmuşdu. Amma fermerlər həmişə bilirik ki, biraz qayğılıdırlar və hamı istəyir ki, öz sahəsini daha tez yığsın. Birinci mənim sahəmdən yığılsın, mənim sahəmdən başlasın və mənim sahəm yığılmır. Belə bir qayğıları olur adətən. Eyni zamanda tədarüklə bağlı müəyyən bir qayğıları olur ki, məhsulu təhvil verir və həmin anda vəsaitini geri istəyir. Bu da müəyyən bir dövr keçməlidir. Subsidiya ilə bağlı müraciətlər kifayət qədər olur ki, subsidiyamızı haçan alacağıq və bizim də bu sahədə rastlaşdırdığımız müəyyən bir problemləri də biz fermerlərin tərəfindən yaradılan problemləri də mən istəyirəm burada qabardım. Yəni növbəti ildə bu problemlər təkrar olunmasın deyilən. Yəni fermerlər bəyan zamanı bəyan məlumatlarının düzgün sistemə daxil olmasına nail olmalıdır. Yəni Dövlət Aqrar İnkişaf Mərkəzləri, Kənd Təsərrüfatı Nazirliyi daim bu istiqamətdə, yəni fermerlərin yanındadır. Onlara dəstək eləyirlər, dəstək veririk ki, kifayət qədər məlumatların düzgün sistemə. Bəzən olur ki, sistemə düzgün daxil olunmur və bu sonda fermerlərin subsidiya almasına, düzdür, müəyyən dəstəklər göstərilir, müəyyən düzəlişlər olunur, amma yəni əvvəldən düzgün sistemə daxil olunma bu sonda fermerin əziyyət çəkməməsi, vaxtında subsidiya almasına köməklik eləyə bilər. Əslində elektron kənd təsərrüfatı informasiya sistemi çox rahat bir sistemdir. Orada hər bir belə deyək də bənd, hər bir keçidlər özü aparır səni, bələdçilik eləyir. Amma pambıqla bağlı çox güman ki, pambığın sortunu seçərkən belə məqamlar olur. Mənim özümə də gəlir bu informasiyalar. Bu ildə ən çox rastlaşdığımız problemlərdən biri sortun adının sistemə düzgün daxil olunmaması. Sortun adı bizim üçün nəyə lazımdır? Çünki bizə lazımdır ki, biz bilək ki, bölgələrdə hansı sortlar yetişdirilir. Yəni hesabatlıq üçün. Bəli, hesabatlıq üçün həmin sortun orada potensialı nə qədərdir? Biz həmin bilək ki, yəni bu sort Ağcabədi rayonunda kifayət qədər böyük bir potensiala malikdir. Növbəti ildə həmin sortun orada tövsiyə olunması və digər sortun orada tövsiyə olunması istiqamətində bu bizim üçün bir analiz bir mexanizmidir. Bu fermerlərə bir dəstək mexanizmidir və bu məlumatlar da sistemə yanlış daxil ediləndə bir fermerlər əziyyət çəkirlər ki, subsidiyadan müəyyən qədər gec alınmasına, müəyyən qədər narazılıqların yaranmasına səbəb olur. Eyni zamanda bizim işimizi çətinləşdirir ki, biz kifayət qədər analiz apara bilmirik və dəqiq informasiya olmadığına görə onlara da biz hər hansı bir dəstək verə bilmirik. Yeri gəlmişkən biz buradan xatırladaq, dekabr ayının 15-nə qədər düzdür, səhv eləmirəmsə, sistemə öz qəbzlərini daxil eləməlidir fermerlər. Tamamilə doğru. Bu da Aqrar Kredit və İnkişaf Agentliyi, ümumiyyətlə tabeli digər qurumlar tərəfindən təsdiq olunur sistem vasitəsilə və dekabrın 15-nə qədər
daxil edən, qəbzləri daxil edənlər ilin sonuna qədər subsidiyanı ala biləcəklər? Seymur müəllim, yoxsa necə? Bəli, dekabrın 15-nə qədər sistemə daxil edilmiş fermerlərimiz subsidiya prosesindən yararlana biləcəklər, subsidiyalarını alacaqlar. Dekabrın 15-dən sonra daxil olunan qəbzlər bu növbəti ilin ödənişlərinə keçəcək. Növbəti il, bəli. Minnətdaram sizə, Seymur müəllim, hər şey danışdınız. Biz hələ gözləyirik, yəni ona görə gözləyirik ki, tam olaraq sahələrdə pambıq yığılmayıb. İnanırıq ki, yeni bir rekord olacaq və bu rekordu da ictimaiyyətə, Azərbaycan xalqına və ümumiyyətlə fermerlərə, təsərrüfatla məşğul olanlara Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi olaraq siz və digər kommunikasiya vasitələri ilə çatdıracaqsınız. İşlərinizdə uğurlar arzulayıram. Çox sağ olun ki, gəldiniz. Təşəkkür edirəm, çox sağ olun. Minnətdaram. Sağ olun. Əziz dostlar, dəyərli fermerlər, hörmətli tamaşaçılar, biz ağqızıldan, pambıqdan danışırdıq. Pambıqda nəticələrimiz yaxşıdır. Ümumiyyətlə, kənd təsərrüfatında inkişaf göz qabağındadır. Bu sahədə dövlətin həm də kənd təsərrüfatı siyasətini aparan, icra edən və uğurla davam etdirən Kənd Təsərrüfatı Nazirliyi də hər zaman fermerlərin yanındadır. Biz də, mən də fermerin real dostu olaraq sizinlə bərabərəm. Hər həftənin 4-cü günü Real televiziyasında bizi izləməyi unutmursunuz. Gələn həftə mütləq görüşəcəyik. Hələlik. Azərbaycanda kənd təsərrüfatına dövlət dəstəyi tam şəkildə elektronlaşıb. Aqrar sahəyə ayrılan subsidiyalar elektron kənd təsərrüfatı informasiya sistemi üzərindən verilir. Fermerlər dövlət dəstəyindən yararlanmaq, təsərrüfatın fəaliyyətinə görə subsidiya almaq üçün elektron kənd təsərrüfatı informasiya sistemində qeydiyyatdan keçməli, şəxsi kabineti aktivləşdirməli, öz əkin və torpaq məlumatlarını bəyan etməlidirlər. Elektron kənd təsərrüfatı informasiya sistemində yazlıq əkinlərin bəyanı mayın 31-də, payızlıq əkinlərin bəyanı dekabrın 30-da başa çatır. Bu müddət ərzində öz əkinlərini Ektisdə bəyan etmiş fermerlərə Aqrar Subsidiya Şurasının müəyyən etdiyi əmsallar üzrə əkin, məhsul və toxum subsidiyası ödənilir. Əziz fermerlər, subsidiyaları elektron kənd təsərrüfatı informasiya sistemində bəyan edin. Dövlətdən subsidiya alın. Aqrar Kredit və İnkişaf Agentliyi.